Daş şarxanasında çörəyi daşdan çıxan insanlar niyə daş dövrünə qayıdır? Bəli, sualı belə qoymağımın bir məqsədi var. Çünki əməkdaşımız Pərvin İsmailova daş şarxanasında olub və gördüyü antisanitar vəziyyətdən tutmuş, təhlükəsizlik qaydalarına riayət edilməməyinə qədər onu çox təəccübləndirib və sujetində hazırladığı xəbərdə bütün bunlar öz əksini tapıb. Aparılan yoxlamada Sənaye və İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə baş idarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də iştirak etdilər. Yoxlama zamanı daş karxanalarında işçilərlə əmək müqaviləsinin bağlanılmadığı, avadanlıq və qurğuların işçilərin sağlamlığı və həyatı üçün təhlükə törətdiyi, həmçinin işçilərin əməyi mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri xüsusi geyimlərlə təmin olunmadığı aşkar edildi. Nə təmin olunmuşsunuz indiki? İndiyə kimi etsinəydi, bu formada Heç bir fərdi mühafizə vasitələri, paltarın vermirlər, elə mi? Xeyr. Hansı müəssisədə yaxud hansı bir fərdi sahibkarın yanında işlədiyinizi bilirsiniz? Bəli. Hansı müəssisədə işlərsiniz? Bu hansı müəssisəyə məxsus bir ərazidir? Bilmirəm. Hansı müqavilə əsasında işləyirsən? Cavab verin. Sənəd yoxdur, heç sad verməyiblər. Daş kəsilən ərazi isə ölüm məkanına çevrilib. Bütün avadanlıqlara, texnikalara gedən naqillərin isə üstü açıqdır. Bu da işçilərin hər an ölümü ilə nəticələnə bilər. Həmçinin təhlükəsizlik qaydalarına elə onların istirahət otaqlarında da əməl olunmur. Belə ki, onlar öz geyimlərini açıq naqillərin üzərində qurudurlar. Gördüyünüz bu suyu isə fəhlələr çay suyu olaraq istifadə edir. Sahə rəisi isə özünə haqq qazandırmaqda və hər kəsi inandırmaqda israrlı görünür. İşçidir də, işləyir də, niyə? Anağın nə təhlükəsi olmalı ki? Burada təhlükəli nə var ki? Ən acınacaqlı vəziyyət isə onların yataq otağında hökm sürür. Əgər bura yataq və istirahət otağı demək olarsa, bütün proseslər burada həyata keçirilir. Hətta antisanitariya şəraitində hazırlanan xörəklərdən tutmuş istirahətə kimi. Aşkar olunan hüquq pozuntularına görə Əmək Məcəlləsinin 229-cu maddəsini rəhbər tutmaqla daş karxanalarında daş kəsən maşınların fəaliyyəti qeyd olunan nöqsanlar aradan qaldırılana dək dayandırıldı. Avadanlığın, yəni mişar daşı kəsən kombaynın fırlanma hissələrinin və qayış ötürmələrinin üzəri xüsusi mühafizə qapağı ilə bağlanmamışdır. Bu da iş zamanı işçilərin həyatı üçün təhlükə yaradır. Həmin qeyd etdiyimiz nöqsanlar aradan qaldırılana qədər bu avadanlığın istismarı qadağan edilir. Əks halda, əgər onlar gəlib müdaxilə edib açarlarsa, nə gözləyir onları? Adətən belə hal baş vermir. Əgər baş verərsə, inzibati qaydada cərimələnəcəklər. Əmək müqaviləsi bağlanılmadan işçilərin işə cəlb edilməsi və əmək mühafizəsi qaydalarının pozulması barədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq göstərişlər verildi və protokol tərtib edildi. İnzibati Xətalar Məcəlləsi 53.1-ci maddəsi ilə əmək müqaviləsi olmadan işçilər aşkarlandığına görə 20 manatdan 25 manata qədər cərimə tətbiq olunacaq. Pərvin İsmailova, Namiq Abdullayev, Space.